Salam əziz beşincilər. Ümid edirəm ki, yaxşısınız. Dərsləriniz yaxşı gedir. Bir tərəfdən yeni dərslər öyrənirsiniz, bir tərəfdən də köhnə dərsləri təkrarlayırsınız ki, yavaş-yavaş summativa hazırlaşasınız. Bugün sizlə 16-cı mövzudayıq. Mövzunun adı belədir. Birlik yoxdursa, dirlik yoxdur. Görəsən niyə bu mövzuya belə bir ad veriblər? Bu ikinci hissə sizə aid deyil, müəllimlərə aid olan hissədir. Sadəcə olaraq hər dəfə deyirəm ki, dərsin sonunda nəyə nail olmalısınız? Qabaqcadan bilək. Qarabağ, Şəki və İrəvan xanlıqlarının xəritədə yerini tapmalısınız. Xalqın mənafeyinin qorunmasında vahid dövlətin rolunu dəyərləndirməlisiniz. Eyni zamanda Azərbaycan tarixi ilə bağlı sadə, xronoloji məsələləri həll etməlisiniz. Keçək mövzunun izahına. Nadir Şahın ölümündən sonra Əfşarlar dövləti parçalandı. Onun qurduğu dövlətin əyalətlərindən biri olan Azərbaycanda isə 20-dən çox xanlıq yarandı. Bu xırda dövlətlərin başında xan dururdu. Ona görə də yeni yaranan qurumlar xanlıq adlanırdı. Xanların əksəriyyəti keçmiş şəhər hakimləri idi. Yəni, tutaq ki, İrəvan şəhərini idarə edən adam artıq Nadirin ölümündən sonra orada xana çevrilmişdi. Yeni yaranan dövlətlərin mərkəzi Azərbaycan şəhərləri olmuşdu. Bunu sizə necə izah edim? Tutaq ki, Şəki şəhərinin mərkəzi Şəki idi, İrəvan şəhərinin mərkəzi elə İrəvan idi. Yalnız iki xanlıq istisna olmaqla. Qarabağ xanlığının mərkəzi Gəncə, Qaradağ xanlığının mərkəzi isə Əhər şəhəri idi. Biz deyirik ki, yaranan 20 xanlıq hər biri xırda bir dövlətdir. Çünki dövlətin əlamətlərini daşıyır. Xəzinəsi ayrı, hökmdarı ayrı, ordusu ayrı, müəyyən sərhədləri var. Sizcə bir ərazidə 20 dövlətin olmağının müsbət cəhəti var? Mənfi cəhətləri bəs nələrdir? Əgər işğalçılar yürüş etsəydi, hər bir xanlıq ayrı-ayrı mübarizə aparmalı olurdu. Elə bəzən tarixçilər deyirlər ki, Azərbaycan tarixinin ən faciəvi dövrü xanlıqlar dövrüdür. Çünki xanlıqlar formasında olmağımız bizim işğalımıza səbəb oldu, iki yerə parçalanmağımıza səbəb oldu, zülmlərə səbəb oldu Azərbaycan xalqına. Çünki burada 20 dövlət olarkən vahid dövlət yox idi. Siyasi dalğınıqlıq var idi. Elə birliyin olmaması, dirliyin olmamasına görə necə təsir göstərdi? Bu mövzuda biz 3 xanlıqdan danışacağıq. Şəki xanlığı, Qarabağ xanlığı və İrəvan xanlığı. Hələ Nadirin sağlığında yaranan ilk xanlıq Şəki xanlığı idi. Onun banisi, yəni əsasını qoyan Hacı Çələbi xan olmuşdu. Hacı Çələbi vaxtilə Nadir Şahın Şəkidəki məmuruna qarşı çıxan şəxslərdən biri idi. Şəki hakimi olan Məlik Nəcəf özbaşına olaraq əhalidən artıq vergilər toplayır, ədalətsizliyi, xalqa etdiyi zülmlərlə narazılığa səbəb olurdu. Demək, Hacı Çələbi kim oldu? Şəkidə yaşayan nüfuzlu bir şəxs. Məlik Nəcəf kim oldu? Nadir Şahın ədalətsiz məmurlarından biri. Şikayətlər Nadir Şaha çatdıqda, o əhali arasında böyük nüfuza və hörmətə malik olan Hacı Çələbini vəkil təyin edir. O, Məlik Nəcəfin əməllərinə nəzarət etməli, xalqın şikayətlərini şaha çatdırmalı idi. Həmən o şəxs, Hacı Çələbi, Məlik Nəcəfə özbaşınalıq etməyə imkan vermirdi. Məlik Nəcəf başqa bir yol axtardı. Məlik Nəcəf Hacı Çələbidən Nadir Şaha şikayət etdi. Güya Hacı Çələbi şahın fərmanlarını icra etməyə mane olur. Ona, yəni Nadir Şaha Hacı Çələbi haqqında yalan məlumatlar verdi. Bundan qəzəblənən Nadir Şah Hacı Çələbini yanına çağırdı. Şahın yanında məhkəmə quruldu. Hacı Çələbini edam cəzası gözləyirdi. Boğazında edam kəndiri ola-ola Hacı Çələbi çəkinmədən, qorxmadan Məlik Nəcəfi ifşa etdi. Onun bu cəsarəti Nadiri fikrindən daşındırdı. Onun ölüm əmrini ləğv elədi.
bağışladı və səlahiyyətlərini daha da artırdı. Nadir Şahın ölümündən sonra Şəki xanlığı artıq tam müstəqilliyini əldə elədi. Hacı Çələbi xan Gürcü çarı Azərbaycan torpaqlarını işğal etmək istəyən 2-ci İraklini bir neçə döyüşdə məğlub edərək ondan borcalını geri ala bilmişdi. Bu summativdə var, ehtiyatlı olun. Şəki xanlığının ərazisi genişləndi. Hazırda Azərbaycanın nadir memarlıq nümunələrindən biri olan Şəki Xan sarayı da Şəkidə yerləşir. Maraqlıdır ki, bu sarayın tikintisində mismardan istifadə olunmayıb. Bu sarayın tikintisində şəbəkə üslubundan istifadə olunub. Sizə tövsiyəm budur ki, internetdə onu geniş-geniş axtarasınız. Şəki Xan sarayını yəqin ki, əksəriyyətiniz ya da bəlkə də bir qisminiz görüb artıq. Şəki Xan sarayında ən çox xoşa gələn nə olmuşdu mənim üçün? Günəş şüaları rəngli pəncərələrdən yerdə sanki bir xalça yaradırdı. Baxın, elə şəkildə də var. Həqiqətən memarlıq baxımından, incəsənət baxımından, estetika cəhətdən çox möhtəşəm bir abidədir. Hətta türk şairi Nazim Hikmət bu sarayı görəndən sonra demişdi ki, əgər Azərbaycanın başqa memarlıq abidələri olmasaydı, təkcə Şəki Xan sarayını dünyaya göstərmək kifayət edərdi. Mütləq bu sarayı araşdırın. İndi isə digər xanlıqdan danışacağıq, Qarabağ xanlığından. Səfəvilər dövründə Qarabağ vilayəti Tiflis yaxınlığından Araz çayına qədər uzanırdı. Mərkəzi isə Gəncə şəhəri idi. Baxın, mən Qarabağ xanlığı demədim. Qarabağ vilayəti. Bu vilayətin mərkəzi Gəncə şəhəri idi. Amma Nadir öləndən sonra, xanlıqlar yaranandan sonra bu vilayətdə 2 xanlıq yaranır. Gəncə ayrı, Qarabağ ayrı xanlığa çevrilir. Qarabağ xanlığının qurucusu Pənahəli xan Cavanşir idi. O, yeni yaranmış xanlığa etibarlı mərkəzi qala tikməyə qərar aldı. O məqsədlə Pənahəli xan Qarabağda Bayat, Şahbulaq qalalarını inşa etdirdi. Bu qalalar düzən və dağətəyi ərazilərdə tikildiyindən o qədər də etibarlı deyildi və 1752-ci ildə uca bir dağın zirvəsində yeni bir qala tikdirir. Qala Pənahabad adlanırdı. Sonralar isə bu qala Şuşa qalası adı ilə məşhurlaşdı. Bunu artıq dedim, Səfəvilərin dövründə Qarabağ vilayət idi və mərkəzi Gəncə, xanlıqlar dövründə isə Qarabağ xanlığının mərkəzi Şuşa şəhəri olmuşdu. Tikilən qalalar Bayat, Şahbulaq, Şuşa və yaxud Pənahabad. Mütləq yadda saxlayın, summativdə var. Pənahəli xanın öz həyatı ilə bağlı burada bir əhvalat verilib. Pənahəli xan və qardaşı əslində Nadirin sarayında xidmət edirdilər. Bir gün onun qardaşı Nadirin qəzəbinə tuş gəlir və edam olunur. Eyni talih Pənahəli xanı da gözləyirdi. Amma o vaxtında saraydan qaçıb Qarabağa gəlmiş, ətrafına elatları toplamışdı. Hətta tarixçilərdən biri onun haqqında yazırdı ki, o Rəşadət səmasının qızıl quşunu tora salmaq mümkün olmamışdı. Yəni onu tutmaq mümkün olmamışdı. Burada yenə 2 xəritənin müqayisəsi var. Xanlığın mərkəzi Şuşa, bu isə Qarabağ vilayəti. Demək, Qarabağın üzük qaşı idi Şuşa. Şuşa qalası hündürlükdə yerləşərək ətrafdakı əraziləri müşahidə etməyə imkan verirdi. Qala 3 tərəfdən sərt qayalıqlar və sıx meşələrlə əhatələnmişdi. Buraya yalnız bir yol var idi. O yolu isə az sayda qüvvə ilə nəzarətdə saxlamaq mümkün idi. Hətta Rus hərb tarixçilərindən biri Şuşanı qədim Fermopilə bənzədirdi. Şuşanın Fermopildəki kimi böyük bir ordunun qarşısına alınması üçün bir neçə nəfərin kifayət edəcəyi ərazi adlandırmışdı. Fermopildə qədim Yunanıstanda dağlarla əhatə olunmuş, çətin keçilən ərazi idi. Qalanın Şuşa adlandırılması onun dağ zirvəsində yerləşməsi ilə bağlıdır. El arasında belə zirvələr ucu şiş zirvə adlanırdı. Şuşalılar isə öz şəhərlərinə çox vaxt sadəcə qala deyirdilər. İndi də onlara haralısan sualını verəndə çox vaxt qalalıyam deyə cavab verirlər. Yeni tikilən qalada
Pənahabadi adlandırılan metal pullar da zərb olunurdu. Gözəl havası, sərin bulaqları, əsrarəngiz təbiəti ilə seçilən Şuşa qalası həm də Qarabağın alınmazlıq simvoluna çevrilmişdi. Çox təəssüf ki, Şuşa xəyanət nəticəsində 1992-ci ildə erməni separatçıları tərəfindən işğal olunmuşdu. Amma rəşadətli Azərbaycan ordusu 44 günlük müharibədə 8 noyabrda Şuşanı azad etmişdi. Separatçılıq nə deməkdir? Bölüşdürücülük, ayrılmaq deməkdir. İngilis dilində separate sözündən gəlib. Şuşanı həm də Qafqazın konservatoriyası adlandırırlar. Bu müqəddəs torpaqda şairlər, yazıçılar, görkəmli xadimlər məşhurlaşmışdı. Gözəl səsə malik xanəndələrinə, muğam ifaçılarına görə, muğam ənənələrinə görə Şuşanı Qafqazın konservatoriyası da adlandırırlar. Xanlığın əsasını Pənahəli xan qoymuşdu. Ondan sonra İbrahim Xalı xanın dövründə də xanlıq güclənmişdi. Hətta bir sıra xanlıqlar Qarabağ xanlığının asılılığı qəbul etmişdilər. Qarabağ xanı Şuşa yaxınlığında yeni şəhər də saldırmışdı. Baxın, Qarabağ xanı Şuşanın yaxınlığında yeni bir şəhər saldırmışdı. Adı Xankəndi idi. Qış aylarında Qarabağ xanı vaxtının çoxunu burada keçirdirdi. 1805-ci ildə çox təəssüf ki, Qarabağ xanı Kürəkçay müqaviləsini imzalayaraq Rusiyanın himayəsinə keçməyə məcbur qaldı. Az sonra isə xanlıq ləğv olundu. Uşaqlar, burada bir müharibəni yazacağam, onsuz da bunu qarşıdakı dərslərdə keçəcəyik. 1804-1813-cü illərdə Azərbaycan xanlıqları uğrunda, Azərbaycan torpaqları uğrunda iki dövlətin müharibəsi olub. Biz buna 1-ci Rus-Qacar müharibəsi deyirik. Elə bu müharibə müddətində 1805-ci ildə Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı Rusiyanın himayəsinə keçmişdi. Rus işğalından sonra, yəni 1805 Kürəkçay müqaviləsindən sonra Qarabağın ərazisinə Osmanlı və Qacarlardan çoxlu erməni ailələri köçürüldü. Sovet dövründə isə Moskvanın təzyiqləri ilə köçürülən, burada sayları artırılan ermənilərə çox təəssüf ki, muxtariyyət verildi. Yəni, Azərbaycanın tərkibində ermənilərin Dağlıq Qarabağ bölgəsində muxtariyyəti var idi, xüsusi idarə etmə statusları var idi. Hətta onlar Xankəndinin adını dəyişdirmiş, Azərbaycan xalqına qarşı soyqırımlar törətmiş erməni Stepan Şaumyanın adı vermişdilər bu şəhərə. Xankəndiyə Stepanakert adı verilmişdi. Hazırda isə Xankəndi öz tarixi adına qovuşub. 2023-cü il antiterror əməliyyatlarından sonra Xankəndi tamamilə Azərbaycanın ixtiyarındadır. Qarabağ ərazisi erməni işğalından sonra xalqımızın ən yaralı yerinə çevrilmişdi, arzusuna çevrilmişdi. Amma Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük müharibədən sonra xalqımız öz arzusuna, Qarabağına qovuşmağı bacarmışdı. Uşaqlar, dərsimiz bu qədər. Dərsin ikinci hissəsini gələn videoda izah eləyəcəm. Ona görə də tapşırıqlarda ikinci videoda izah olunacaq. Ümid edirəm ki, dərsi tam mənimsədiniz. Əgər nəsə sualınız olarsa, yazıb rəylərdə mənə bildirə bilərsiniz. Gələn dərslərdə görüşərik.